Yox, gəl real danışaq da. Haval X6 ilə Range Rover müqayisə olunmalı maşınlar deyil. Bax, motoru dağıdırlar, sürüb dağıdırlar. İndi burada bir dənə xırda, gəl sənə də göstərim. 3 motor səni qane eləyir. Çünki Range Rover deyəndə 5 motor ağla gəlir. 560 at 300 at. Nurlan bayaqdan razılaşmır məndən. Ümumiyyətlə, bəlkə də mümkün deyil. İkinci əl sürətlər qutu 10.000 manat civarında olacaq. Bəlkə də ola bilər, yalan deyərəm. Demirəm xarab olacaq, amma olsa olacaq. Ay, sən hibrid sürən adama deyə bilmərsən, 19 litr yanacaq sərf edən maşın. Maşın bura dəydi. Aşağı yönür. Yox, sən Mən bizim boyumuz aşağı yuxarı. Yox, mən biraz belə ayaqlarımı qabağa verib otururam deyə, belimi aşağı salıb otururam deyə. Bəhanədir, nəysə. Mənə irad bildirdilər ki, özün deyirdin ki, Range Rover alma. İndi gedib özün niyə almısan? Haqq özün niyə almısan? Hə, yəni mühərrikdə problem çıxsa 17.000 manat xərci var. Bilmirsən axı nə çıxacaqdı. Maşın qızdırır. İkinci məsələ nədən ibarətdir? Pnevmasından qorxmuyorum. Pnevmada problem yoxdur. Bəs pnevmanın nasosu, balonu? Heç nə. Havalı askı sistemi idealdır bu maşında, xarab olmur. İkinci məsələ bunların zəif yeri nədir? Zəncir uzanması var. Yəni supercharger olduğuna görə zəncir daim artıq güc görür. Ona görə də başlar uzanmağa. Gedirəm mən, bağlı videonu gedirəm.